بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم اغfirhum Cəm şəhidlərimizin ruhları şad, Allah rızası üçün Əl-Fatiha. Bismillahirrahmanirrahim. Ləm yelid və ləm yulad. Hamınıza Allah rəhmət edəsin. Allah rəhmət edəsin. Yani mevzu olsun. Bugün Azərbaycanımızın hər yerində şəhidlərimiz anılır, yad olunur. Tək şəhidlər xiyabanda yox, şəhidlər üçün onların yaşadıkları evlərdə, küçələrdə, məhəllələrdə, kəndlərdə, onlar üçün uzadılan abidələrdə, yaradılan bulaqlarda şəhidlər yan olur, anılır. Və bugün də biz torpaqlarımızın bütövlüyü uğrunda, vətənimizin müstəqilliyi uğrunda öz canından keçən iki şəhidimizin, bir ailənin iki övladı, iki qəhrəmanı, Elçin və Elşən qardaşlarının anım günü ilə bağlı bura onu əzizlər, istəyənlər, doğmalar cəm olunurlar. Əvvəla şəhidlərin ruhu qarşısında baş əyirik, valideynlərinə təşəkkür edirik. Dünyasını dəyişirlər, Allah onlara rəhmət eləsin, Allah qardaşların canı salamat eləsin, Allah sizi də var eləsin. Biz şəhid üçün nə qədər eləsək, bizim elədiklərimiz dəryada damladan da azdır. Çünki şəhid bir varlıqdır ki, Allah onu tərif edir. Buyurur ki, şəhidə ölü demə, şəhidlər diridir, Allah qatındadırlar. Ən uca zirvə buyurur Peyğəmbər şəhid üçün. Bütün zirvələrdən uca zirvə şəhidi zirvəsidir. Bizlər də bir gün bu dünya ilə vida edəcəyik, dünyamızı dəyişəcəyik. Amma bütün dünyasını dəyişən insanların içərisində ən yüksək zirvədə olan şəhidlərdir. Nə qədər bu xalq var, nə qədər bu millət var. Onun üç rəngli bayrağı var, dövlətçiliyi var, müstəqilliyi var. Bu xalq öz şəhidini, qəhrəmanını, igidini unutmayacaq. Biz bugün o fatihlərdən, qəhrəmanlardan, igidlərdən ikisini, bir ailənin iki övladı, yəni iki qardaşın nuruna, işığına yığışmışıq. Bizim həm birinci Qarabağ, həm ikinci Qarabağ müharibəsində ailə vardı ki, evin tək övladı idi. Ailə vardı ki, qardaş şəhid oldu. Ya biri qazi, biri şəhid oldu. Bir bacı, bir qardaş olublar, üç bacı, bir qardaş olublar. Və yaxud övladlar atalarını şəhid verdilər, bacılar, qardaşlar atalarını şəhid verdilər. Və bu ailə də o ailələrdəndir ki, bir ailədə iki qəhrəman, iki igid şəhidi zirvəsinə yüksəlir. Bugün sizlər, əzizlər, doğmalar gəlmişsiniz. Bu şəhidin anım günündə öz, belə deyək, vətəndaşlıq borcunuzu, dostluq borcunuzu, yoldaşlıq borcunuzu yerinə yetirəsiniz. Allah sizdən razı olsun. Biz şəhid haqqında nə qədər danışdıq, şəhid haqqında ən gözəl sözü onun əzizləri, doğmaları, yaxınları, əvvəla valideynləri, sonra ailə üzvləri, sonra ondan bir yerdə döyüşən döyüş yoldaşları, silahdaşları bilirlər. Biz burada, bizim bir sözümüz var, şəhid ölmür, şəhid diridir, Allah qatındadır. Şəhidlərin ruhları Allah bizə duası qərar versin. Allah dünyada onların ziyarətini nəsib elədiyi kimi, ahirətdə də onların şəfaatini bizə nəsib eləsin. Amin. İnşallah bura gələn dostlar, yəqin ki, bugün Azərbaycanın müstəqilliyinin günü sayılır. Bu bayrağımız, bizim müstəqilliyimiz vardı, amma suverenliyimiz, ərazi bütövlüyümüzü məhz şəhidlərimiz onu həyata keçirdilər. Albomu ver bura.
bayrağı qaldırır. Bugün bu üçlənci bayraq Xocalıda, Şuşada qaldırılır. Əsas məsələ odur ki, Allah Quran-ı Kərimdə buyurur ki, qisasda həyat var. Bizim belə bir sözümüz var, qisas qiyamətə qalmaz. Biz hər dəfə şəhidlər xiyabanına gedəndə başı aşağı gedirik. Çünki bu şəhidlərin qisası alınmamışdır. Bizim 2-ci Qarabağ fatihlərimiz, şəhidlərimiz həm 1-ci Qarabağ müharibəsinin, həm 26 fevral Xocalı soyqırımı, 31 mart soyqırımı, 20 yanvar şəhidlərinin qisasını aldılar. İndi burada belə bir albom var, şəhidlərlə bağlı, bunların xatirəsi ilə bağlı balaca bir şəkil albomdur, yəqin ki, baxmışsınız. Amma zaman gəlir, şəhidlər haqqında kitablar yazılır, əsərlər yazılır, bunlar haqqında filmlər çəkilir. Bizim əgər Sovet dönəmində 2-3 qəhrəmanımızı biz yad ediriksə, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, amma bugün neçə-neçə şəhidlər haqqında filmlər, tamaşalar, əsərlər yazılır. Salamlayıram, gözəl tədbirdə iştirak edirsiniz. Geçen bizdən yaşda böyüdü, biz onu görməmişdik. Qursan Tulaqlı Eşənlə bir yerdə oxumuşuq. Geçen 1-ci Qarabağ müharibəsində şəhid olmuşdu, Allah rəhmət eləsin. Eşən isə dövlət sərhədinin mühafizəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub. Hər iki qardaş üçün əzizdir. Ailə 2 qardaşını itirib, 2 evladını itirib. Biz sizin qardaşlarız. Həmişə onların xatirəsi bizim əziz xatirəsi əbədi olaraq bizim yaddaşımızda qalacaq. Həmişə onu yad eləyəcəyik, tədbirlərə gələcəyik. Nə demək olar? Bir ailə 2 evladını şəhid verirsə, ailənin Azərbaycan xalqının ən belə vətənpərvər böyüdən ailələrinin nümunəsidir. Sizə səbir diləyirəm. Allah rəhmət eləsin, başınız sağ olsun. Bir də deyirəm, qardaşlarınızı itirməklə, yəni bizim də qardaşlarımızdır, biz həmişə gələcəyik, yerdə yad edəcəyik. Çünki çoxlu da qardaşlarımız var, həmişə sizinlə birlikdə. Allah qəm-qəm rəhmət eləsin. Burada iştirak eləmək istəyənlər çox ödəyimli, bəziləri xidməti vəzifələrin icrasına zamanlı iştirak edə bilməyiblər. Biz az sayda iştirak edirik. İnşallah bundan sonra da malum günlərində də gəlib iştirak edəcək. Allah qəm-qəm rəhmət eləsin. Sağ olun qardaşlar, Allah sizin canınızı sağ eləsin. Çox razıyam, çox sağ olun. Gəlin əxlarınız var olsun ki, həmişə bizi yad edirsiniz. Bu ağır günlərdə də bizim yanımızda oldunuz. Allah sizin qardaşlarını əksik eləməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət eləsin. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah sizlərdən də razı olsun. Allah siz qardaşları, dövlətimizi, millətimizi qorusun. Çox sağ olun. Allah sağ olun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Böyük bir gündür ki, bizim kursant yoldaşımız şəhidlik zirvəsinə yüksəlir və şəhid ailəsi hər insanlar olur, onlar seçilmişlər olur. Həm də ki, bir ailədən 2 övlad şəhid olmaq. Mən birinci o atamıza, anamıza Allah rəhmət eləsin deyirəm ki, belə vətənpərvər övladlar böyüdükdür. Bütün yerdən qalxan nəsillər üçün nümunədir. Bugün həqiqətən də biz bir kişi olaraq, bir Azərbaycan övladı olaraq başımıza gəzir. O bayraqları ucaltmaq bizim şəhidlərimizin, qazilərimizin hesabına bugünkü gün o bayraqlarımız ucalıb və hər zamanda bütün bizim torpaqlarımızda dalğalansın, əbədi olsun. Yerdən qalxan nəsillərə nümunə olan oğulları hər zaman nümunə gətirməliyik. Onlara aşılamalıyıq ki, bizim belə qəhrəmanlarımız var. Qəhrəman heç vaxt unudulmur. Allah rəhmət eləsin, başınız sağ olsun. Sizin də bayaqlar qardaşlarımız dedi, bu qədər qardaşlarınız var. Hala xidmətdə nə qədər bizim dostlarımız, qardaşlarımız xidmət edir, bugünkü gündə vətənimizi qoruyur. Nə vaxt lazım oldu, hər zaman qolumuzda. Biz sizə də təşəkkür edirik ki, bugün qardaşınızı belə yad edirsiniz, onların hafizələrini bugün burada çatdırmışsınız, var olasınız.
Sağ ol. Sen gelsin. Hər birinizə salamlayıram. Yəni, xoş gəlmişsiniz. Böyük çox qürur vericidir. Allah sizləri var eləsin. Təbii ki, bugünkü gündə yığışmağının məqsədi şəhidlərimizi yad eləməkdir. Bu bizim üçün müqəddəs bir borcdur, müqəddəs bir anımdır. Yəni, nə qədər bizim həyatımız var, şəhidlərimizi yad eləməliyik və gənclərimizə tanıtdırmalıyıq. Və bugünkü bu belə gözəl tədbiri təşkil edən qardaşlar çox sağ olun deyiləm. Biz də bugün şəhərimizin Cümə Məscidinin axundu Rauf müəllimlə bir yerdə, bizim qazi qardaşlarla bir yerdə, hər zaman olduğu kimi qardaşlarla biz görüşürük. Biz də onlara bir başınız sağ olsun deyirik. Allah şəhidlərimizə rəhmət eləsin, vətənimiz sağ olsun, ordumuz sağ olsun, Allah sizləri var eləsin. Çox sağ olun, var olun. Həmişə belə ardıcıl bu davam olmağı Allahdan arzu edirəm. Çox sağ olun. Sağ olun. Bizim Vəliyev Erşənlə, təbii ki, kursant dövründən bir kat yolda yemək yemiş, yüksək yoldaşı olmuş hər birlərimiz. Ondan o gündən bu günə hardasa bir 25 ildən artıq vaxt keçir. Bu şəkillə indi albuma baxdıq, təbii ki, bir 25 il bundan girini görüb xatırlayırıq həmin günləri. Düzdür. Biz bir kat yolda yemək yemiş, amma ixtisas olaraq fərqli ixtisaslarla xidmətimizə başlamışıq. Və hər bir kəsin burada duran hər bir hərbiçi yoldaşlarımızın, qardaşlarımızın əynimizə giydiyimiz o formanı deyək, o libasın nə məqsədlə giydiyini və onun nə qədər ağırlı olduğunu, nə qədər məsuliyyətli olduğunu bizim hər birimiz çox gözəl şəkildə anlayırdıq. Və tam şəkildə biz onu bilirdik ki, təbii ki, bizim 20%-dən artıq torpağımız düşmən tapdağı altındadır və qarşıda bizləri nələr gözləyir. Allah sonsuz şükürlər olsun ki, təbii ki, Allah Taala bizi bu yolda utandırmadı. Biz öz məqsədimizə, öz niyyətimizə gəlib çata bildik. Bayaq zabit yoldaşları, qardaşlar vurğuladılar. Biz vətən müharibəsinə təbii ki, həmin gündən başlamadıq. Biz vətən müharibəsinə elə 1-ci Qarabağ müharibəsində, hansı ki, xidmətimizdə bizim, daha doğrusu döyüş fəaliyyətində bizim uğursuzluqlarımız olmuşdu. Həmin uğursuzluqdan sonra başlamışdır. Və o dövrdən 1-ci Qarabağ müharibəsindən 2-ci Qarabağ müharibəsinə dək iri miqyaslı deyək, hansısa əməliyyatların yerinə yetirilməsi istər, aprel döyüşləri olsun, bizim zabit yoldaşımız, qardaşımız uğurladı, istərsə günlük əməliyyatı olsun, istərsə heç yerdə bilinməyən, görünməyən əməliyyatlarımız olsun. Təbii ki, bu düşmənə öz gücümüzü göstərmək üçün, bu düşmənə Azərbaycan ordusunun gücünü göstərmək üçün də böyük bir təbliğatıdır. Təbii ki, bu düşmənə qorxu hissini yaşatdı. Və əsas önəmli məsələ ondan ibarət oldu ki, təbii ki, biz hansısa bir döyüş tapşılarını, hansısa ümumi olaraq iri miqyaslı müharibədə, vətən müharibəsində bizdə belə bir özəllik və belə bir gözəllik oldu ki, ordu ilə xalq birliyi, yəni bunu bir yerdə olması, təbii ki, Cənab Ali Baş Komandanın rəhbərliyi altında biz o məqsədə, o niyyətə biz gedib çata bildik. Mən sizə inandırım ki, düşmən ordu ilə xalqın bir yerə bağlanması, bir yerdə olmasına belə qısqandılar. Və tam şəkildə öz güclərini belə səfərbər etdilər ki, biz hardasa ordu xalq arasında hansısa nifaqlı yarada bilək. Şükürlər olsun Allah Taalaya ki, bizim xalqımız bizi hər an dəstəklədi. Və biz onu o vətən müharibəsində çətin və mürəkkəb şəraitdə belə biz onu hiss elədik. Mən Vəliyev Erşən, Vəliyev Elçin qardaşların, bütün cəm şəhidlərimizə Allah rəhmət eləsin. Onları böyüdən valideynlərin ruhu qarşısında baş əyirəm. Və siz, ailə, ümumi olaraq həmişə nümunəsiz qardaşlar. Allah sizləri həmişə var eləsin. Bizə önəmli əsas məsələ düşən nədir? Biz heç bir vaxt şəhidlərimizi unutmayaq. O vaxtı şəhidlər unutulur ki, bayaq qardaş söylədi. Onları biz unudacağıq. O bizim nə qədər şəhidlər ki varıq, qarşıda olan ən önəmli vəsələrimizdən biri olsun. Allah Taala bütün cəm şəhidlərimizə rəhmət eləsin. Allah sizləri də var eləsin. Sağ ol. Allah'ın rəhmət eləsin, Allah sizlərə rəhmət eləsin. Bu bizim zəfərə gedən günlərimizdir. Biz heç gözləmirdik ki, 44 gün ərzində biz belə bir nailiyyət əldə edərik. Bugün böyük dövlətlər var, neçə illərdir müharibələr gedir, heç nəticə əldə edə bilmirlər. Bayaq qeyd elədik, bütün peşə sahibləri, bütün xalq bir yumruq kimi Cənab Ali Baş Komandanın ətrafında birləşdi
O düşmənin başına əzəlidir. Başqa cür mümkün deyil. Güc birlikdədir. Allah bir daha deyirəm, ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi qorusun. Üstünüzü, bayrağımızı daim ucalarda eləsin. Amin. Allah istibar eləsin. Allah kömək olsun. Allahümme akfiruhum ve şuruhum ve la ufazibuhum ve iyyana. Şehitlerimizin ruhları şad. El-Fatiha. Bismillah. Bismillahirrahmanirrahim. Allahu akbar. Lem yelid ve lem yulad. Hamımızı Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox sağ olun. Yox, gedək var. Görüşün bu qardaşlarla amma belə. Şəhidlərin yanındasınız. Allah rəhmət eləsin.